Cenab-ı Hakk'ın nasıl bir eli olabilir ki? Yani olan problemi nədir? Onlar Allahı müqayisə edirlər özlərinlə. Məxluq hələdir, məxluq da hələdir. Məxluq məsələn buradadır, oraya gedəndə bura boşalır. Allahı müqayisə eləmək olmazsa, olan problemi odur ki, onlar müqayisə edirlər Allahı özlərinlə. Məsələn, deyirlər əl, baxırlar o, bizdə də əli var. Deyirlər əl yoxdur. Və ya deyirlər əl, yəni qüdrət. Qüdrət olsaydı Allah Teala deyərdi də. Allah Teala deyib, Adəmi Allah Teala bir hədisdə gəlir 4 və ya 5 bir şey, 4 şeyi öz əlimlə, Allah Teala öz əlinlə yaradıb. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir. Allah Teala buyurur, Adəmi öz əlimlə yaratdım. Onlar da fikirləşirlər, onlar belə yanaşırlar, onların yanaşması. Deyirlər, əl, bizdə var əl. Deməli, oxşatmaqdır. İnkar edirlər. İnkar edirlər. Bəziləri inkar edir Mu'təzililər kimi, bəziləri Əşarilər və s. Onlar deyirlər, yox, əl yox, yəni qüdrət. Qüdrət. Aydındır, düzgündür. Onlar Allahı oxşadırlar, sonra inkar edirlər. Həqiqəti, budur problem olan. Biz deyirik, əl var, lakin özünə layiq ona.